Əgər pomidor ştilini yerə köçürəndən sonra kol böyüyür, yarpaq artır, amma çiçək və meyvə görünmürsə, böyük ehtimalla səhv elə birinci gübrələmədə olub. Çox adam bu səhv edir. Ştili əkən kimi düşünür ki, indi ona yem vermək lazımdır. Əlin gedir su qabına, gübrəni qarışdırırsan, tökürsən kolun dibinə. Güya kömək edirsən. Amma sonra baxırsan ki, pomidor kolu boy atır, yarpağı iri olur, gövdəsi qalınlaşır, meyvə isə azdır. Bugün sizə pomidoru yerə köçürəndən sonra birinci dəfə nə vaxt və nə ilə qidalandırmaq lazım olduğunu sadə dildə izah edəcəm. Həm də deyəcəm ki, bu mərhələdə nəyi qətiyyən kolun dibinə tökmək olmaz. Əvvəlcə vaxtdan danışaq. Əgər torpaq əvvəlcədən normal hazırlanıbsa, peyin çürümüş halda verilibsə və ya torpaq münbitdirsə, birinci gübrələməni tələsmək lazım deyil. Adətən pomidoru əkəndən sonra 10 ilə 14 gün gözləmək lazımdır. 5 gün keçdi deyə gübrə vermək olmaz. 7 gün keçdi deyə də tələsməyin. Ən azı bir yarım həftə, yaxşısı 2 həftə gözləmək lazımdır. İstisna nə vaxt olur? Əgər torpaq çox kasıbdırsa, ştil yerində dayanıbsa, yarpaqlar solğun görünürsə və kol heç böyüməyə başlamırsa, onda çox zəif başlanğıc qidalanması vermək olar. Amma burada da dozanı artırmaq olmaz. Hazır gübrənin üzərində nə yazılıbsa, onun yarısı qədər verin və mütləq nəm torpağa verin. Niyə belədir? Çünki pomidor ştili yerə köçürüləndən sonra əvvəlcə özünə gəlir. Kök yeni torpağa alışır, yanlara yayılır. Torpaqdan su və qida götürməyə başlayır. Siz bu vaxt ona güclü gübrə versəniz, kol onu tam mənimsəyə bilməyəcək. Üstəlik, təzə əmələ gələn nazik kökləri yandıra bilərsiniz. Yəni siz elə bilirsiniz kömək etdiniz, amma nəticədə xeyirdən çox zərər ola bilər. Bəs kolun hazır olduğunu necə bilək? Ən sadə yol budur. Kola diqqətlə baxın. Təpə hissəsi canlanıbsa, yeni yarpaqlar görünürsə, yarpaq gündüz istidə belə özünü çox salmırsa, deməli kol yavaş-yavaş işə düşüb. Bax, onda qidalandırmaq olar. Əgər kol hələ fikirləşirsə, onu tələsməyin. Bu mərhələdə ona gübrədən çox vaxt lazımdır. İndi gələk əsas məsələyə. Birinci qidalanmada nə vermək yaxşıdır? Bizdə çox adam dərhal azotlu gübrəyə qaçır. Karbamid verir, selitra verir, nə tapırsa qarışdırır. Bəli, kol bundan sonra tez böyüyə bilər. Amma əsasən yarpaq böyüyəcək. Pomidor kolu yaşıllaşacaq, irilənəcək, amma çiçəkləmə gecikəcək. Sonra da meyvəni gec gözləyəcəksiniz. Pomidor üçün bir qaydanı yadda saxlayın. Yerə köçürəndən sonra güclü azot vermək lazım deyil. Xüsusən də kol onsuz da yaşıldırsa, gövdəsi möhkəmdirsə, yarpağı qalındırsa, azot ona bu mərhələdə fayda verməyəcək. Əksinə, kolu yarpağa aparacaq. Bizə isə indi yaşıl divar yox, çiçək və meyvə lazımdır. Mən birinci qidalanmada ən sadə variantı seçirəm. Odun külü. Bir stəkan külü 10 litr suya tökürəm. Bir gün saxlayıram. Sonra yaxşı qarışdırıb, hər kolun dibinə təxminən 1 litr verirəm. Kül pomidor üçün yumşaq qidadır. Kalium verir, mikroelement verir. Kolu həddindən artıq yarpağa aparmır və çiçəkləməyə hazırlaşdırır. Adi həyətyanı sahədə çox vaxt bu kifayət edir. Amma burada vacib bir məqam var. Kül hər torpağa uyğun deyil. Azərbaycanda bəzi yerlərdə, xüsusən Abşeron tərəfdə, Aran bölgələrində torpaq onsuz da qələvi və ya duzlu ola bilir. Belə torpaqda külü çox vermək düzgün deyil. Əgər əkin zamanı da lunkaya kül atmısınızsa, sonra yenə bol kül verməyə ehtiyac yoxdur. Yəni təkcə təqvimə baxmayın. Kola da baxın, torpağı da nəzərə alın. Daha güclü, amma yenə də təhlükəsiz variant istəyirsinizsə, belə edə bilərsiniz. 10 litr suya 1 xörək qaşığı superfosfat və 1 çay qaşığı kalium sulfat qatın. Yaxşı qarışdırın və hər kolun dibinə 1 litr verin. Bu qarışıq pomidora fosfor və kalium verir. Yəni kökün işləməsinə, çiçəyin yaranmasına və gələcək meyvəyə kömək edir. Burada azot çox deyil. Ona görə kol boş yerə yarpaq dalınca qaçmır. Gördüyünüz kimi hər şey sadədir. 5 cür gübrəni bir vedrəyə doldurmağa ehtiyac yoxdur. Nə qədər sadə olsa, bir o qədər təhlükəsizdir. Həm də sonra başa düşürsünüz ki, kola nə təsir etdi. İndi isə necə vermək lazımdır, onu danışaq. Birinci qayda. Gübrəni quru torpağa tökməyin. Əvvəlcə adi su ilə torpağı nəmləndirin. Sonra qidalandırmanı verin. Quru torpağa gübrə töksəniz, kök yanıq ola bilər. İkinci qayda. Yarpağın üstünə tökməyin. Pomidorun yarpağını boş yerə islatmaq lazım deyil.
Xüsusən Lənkəran, Astara, Masallı kimi rütubətli yerlərdə yarpaq gec quruyur və göbələk xəstəlikləri daha tez yayılır. Gübrə yarpağa yox, torpağa, kökün yanına getməlidir. 3-cü qayda. Günorta vaxtı gübrə verməyin. Bizim iqlimdə yayda günorta torpaq çox qızır. Xüsusən Aran zonasında, Abşeronda, Naxçıvanda və isti bölgələrdə bunu etmək olmaz. Ən yaxşı vaxt səhər tezdən və ya axşam üstüdür. 4-cü qayda. Hər kolun dibinə təxminən 1 litr kifayətdir. Çox versəm daha yaxşı olar düşüncəsi yanlışdır. Gübrə dozada işləyir. Artıq doza bitkini gücləndirmir, əksinə yora bilər. İndi isə nə etmək olmaz, onu da açıq deyim. Əgər şitil normaldırsa, yarpağı yaşıldırsa, gövdəsi möhkəmdirsə, karbamid verməyin. Yalnız yarpaq artıracaqsınız. Təzə peyin verməyin. Bu pomidor üçün yaxşı fikir deyil. Təzə peyin kökü yandıra bilər, torpaqda tarazlığı poza bilər və kolu həddindən artıq yarpağa aparar. Çürümüş peyin başqa məsələdir, amma təzə peyin yox. Hər şeyi bir vedrəyə qatmayın. Kül, karbamid, selitra, başqa gübrələr. Hamısını qarışdırım, daha güclü olsun deməyin. Belə qarışıqlar çox vaxt bir-birinin təsirini azaldır və nəticədə siz nə verdiyinizi özünüz də bilmirsiniz. Birinci qidalanmadan dərhal sonra ikinci qidalanma da etməyin. Gübrə verdinizsə, dayanıb kola baxın. Növbəti qidalanma ən tez 2 həftə sonra ola bilər. O da artıq kolun vəziyyətinə və inkişaf mərhələsinə görə. İstixanada pomidor biraz tez özünə gələ bilər. Əgər hava sabitdirsə, gecələr soyuq deyilsə, birinci qidalanmanı 10 gündən sonra etmək olar. Amma açıq sahədə, xüsusən gecələr hələ sərin keçirsə, 14 gün gözləmək daha doğrudur. Dağətəyi rayonlarda, Şəki, Qəbələ, Quba tərəflərdə gecələr sərinlik daha uzun çəkə bilər. Belə yerlərdə tələsmək lazım deyil. İsti rayonlarda isə başqa problem var. Gün çox yandırır, torpaq tez quruyur. Ona görə qidalanmanı ancaq nəm torpağa və sərin vaxtda vermək lazımdır. Qısaca sxem belədir. Pomidoru əkəndən sonra 10 ilə 14 gün keçir. Kol canlanır, yeni yarpaqlar görünür. Əvvəlcə adi su ilə torpağı nəmləndirirsiniz. Sonra kül dəmləməsi və ya fosfor və kalium olan sadə qarışıq verirsiniz. Səhər tezdən və ya axşamüstü. Hər kolun dibinə 1 litr. Və son bir məqam. Əgər əkəndə lunkaya artıq superfosfat və ya yaxşı çürümüş kompost vermişsinizsə, kolun başlanğıc qidası var. Belə halda birinci qidalanmanı çox güclü etməyə ehtiyac yoxdur. Kül dəmləməsi kifayət edə bilər. Pomidor becərməkdə əsas məsələ təqvim deyil, müşahidədir. Kola baxın, torpağa baxın, havanı nəzərə alın. Bitki özü sizə çox şey göstərir. Şərhlərdə yazın. Siz pomidoru yerə köçürəndən neçə gün sonra birinci dəfə qidalandırırsınız? Kül verirsiniz, mineral gübrə verirsiniz, ot dəmləməsi istifadə edirsiniz, yoxsa ümumiyyətlə gözləyirsiniz? Yeni görüşlərədək.